Bir cins maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar yerləşdirilmiş müxtəlif cərəyanlı naqillərə təsir edən amper qüvvələrinin naqillərdə axan cərəyan şiddətindən asılılıq qrafikləri verilmişdir. Naqillərin aktiv uzunluqlarının nisbəti nəyə bərabərdir? Hər iki cərəyanlı naqilin eyni maqnit sahəsində olduğunu qəbul eləməliyik. Amper qüvvəsi üçün düstur F bərabərdir IB L şəklində olacaq. Onda birinci naqil üçün bu F1 bərabərdir I1 B1 L1. İkinci üçün də F2 bərabərdir I2 B2 L2 yazaq. Birinci naqilin amper qüvvəsinin qiyməti 6F0 bərabərdir cərəyan şiddəti 3I0. Eyni maqnit sahəsində olduğuna görə yazaq B vurulsun L1. İkinci naqil üçün amper qüvvəsinin qiyməti 4F0. Ona uyğun cərəyan şiddəti 4I0 vurulsun yenə B. Hər ikisi eyni sahədədir. Vurulsun L2. Onda birinci ifadədən L1 6F0 bölünsün 3I0B. Yəni 2F0 bölünsün I0B və L2 də olacaq 4F0 bölünsün 4I0B. Yəni olacaq F0 bölünsün IB. İndi onları tərəf-tərəfə bölsək L1-in L2-yə. 2F0 bölünsün I0B birinci kəsri saxlayıb ikincini tərsinə vursaq I0B bölünsün F0. I0B'lər və F0'lar ixtisar olunacaq, qalacaq 2. Deməli, cavab 2.